Hər sağınız aydın olsun əziz izləyicilər. Ağsaqqal sözü verilişinin növbəti sayında hər birinizi xoş gördük. Ekran qarşısında əyləşən izləyicilərimiz üçün bildirim ki, bugünkü verilişimizi Quba rayon Rustov kənd inzibati ərazi dairəsinin Püstə Qasım kəndindən hazırlamışıq. Auditoriyamızda ilə bu inzibati ərazi dairəsinə daxil olan kəndlərin sakinləri təşkil edir. Verilişimizin qonaqları Quba rayon Ağsaqqallar Şurasının üzvü, Tərəqqi medallı müəllim Hüseyn Ağa Baxışov, Püstə Qasım kənd tam orta ümumi təhsil məktəbinin direktoru Nail Seyid Əhmədov və Rustov kənd inzibati ərazi dairəsinin bələdiyyəsinin sədri Beybud Rəhimovdur. Bugünkü verilişimizin mövzusu Heydər Əliyev və təhsil siyasətidir. Ümummilli liderin çox şaxəli fəaliyyətində təhsil xüsusi yer almışdır. Ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan təhsil islahatları bu sahənin inkişafında xüsusi mərhələ təşkil edir. Hələ 1972-ci ildə gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumi təhsil məktəbini daha da inkişaf etdirmək haqqında və 1973-cü ildə kənd ümumi təhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında qəbul edilmiş qərarların icrası nəticəsində Respublikada orta məktəb şəbəkəsi genişləndirildi. Əsas keyfiyyət dəyişikliyinə nail olundu. Hüseyn Ağa müəllim, ilk sualım sizədir. Bax, 1972 və 1973-cü illərdə qəbul olunan qərarlar sizcə Azərbaycan ümumi təhsil məktəblərinin inkişafına hansı töhfələr verdi? Bir millətin millət olması üçün, formalaşması üçün birinci o millətin təhsili lazımdır. Təhsili olmalıdır. Və ulu öndərimiz də o vaxt birinci o işi təhsillə. İkinci ölkənin iqtisadının qaldırılmasına. Ümumiyyətlə, Azərbaycanın o dövrdə 70-80-ci illərdə olan inkişafını ulu öndərin adına bağlıdır. Təkcə elə o illərdə 75-ci ildə keçmiş SSR-nin o adlı sanlı məktəblərinə, sənət işlərinə, yadınıza gəlirsə, Bakıda qəbul institutlara qəbul o komissiyası yaratdı və yaxşı oxuyan, yüksək bal toplayan uşaqların hamısını Rusiyanın ən adlı, Rusiya'dan da SSR məkanı, ən adlı universitetlərinə göndərdi. Bugün bizim istər xaricdə və yerdə olan o əsas o güclü alimlərimiz o dövrdə ulu öndərin qoyduğu Rusiyaya göndərdiyi o kadrlardır. Birinci kadr potensialı yaratmalıydı. Ona görə də təhsilə çox ciddi fikir verdi. Kənd məktəblərinə ikinci dəfə qərar qəbul elədi. Gecə məktəblərinin hazırlanmasına orada çox böyük diqqət yarandı. Çünki o vaxt savadsızlıq və oxumaq, təhsil çox aşağı səviyyədə idi. Gecə məktəbləri yarandı. Yadınızdasa, xatircəsinizdə müəyyən olan yaşlılar. Və elə bundan əlavə təkcə Azərbaycan iqtisadiyyatı üçün. Düzdür, neftimiz var, enerji resurslarımız mərkəzə gedirdi, ona bizə aidiyyatı yox idi. Ancaq Kənd Təsərrüfatı Respublikası kimi bizim Qubada 14 min hektara yaxın intensiv bağ saldırdı. Ölkənin iqtisadiyyatını hansı dərəcədə yüksəltmək üçün doğrudan da öz həyatını Azərbaycan xalqına bağışladı o. Və mən hesab edirəm ki, təhsilimiz bugün də, indi mənə elə gəlir ki, o məsələyə qayıdacaq. O illərdə olan potensial bugün bizim yüksək alimlərimizlə, elm adamlarımızla, iş adamlarımızla, milyarderlər var o dövrdə oxuyan kadrlardan. İndi burada adlarını çəkmək istəmirəm. Bunlar hamısı ulu öndərdə apardığı, təhsillə bağlı bir sahədə apardığı inkişafın nəticəsidir. Oldu Hüseyn Ağa müəllim, çox sağ olun. Ötən əsrin 70-ci illərin sonlarına yaxın məktəblərin dərsliklərlə təminatı problemi həll edildi. Belə ki, 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsinə başlanıldı. Nail müəllim, sizinlə davam etmək istəyirəm. 1978-ci ildən məktəblərdə dərsliklərin pulsuz verilməsi sizcə cəmiyyətə və şagirdlərin təhsilinə necə təsir göstərdi? 1978-ci ildə o vaxt Azərbaycan SSR-nin konstitusiyası qəbul edildi. Həmin konstitusiyada Azərbaycan dilinin ana dili kimi bir maddəyə bəndə salınması, dövlət dili kimi konstitusiyaya salınması böyük bir hadisə idi. Çünki biz bilirik ki, Sovet rejimində milli mənəvi dəyərləri qorumaq üçün böyük cəsarət tələb olunurdu. Və bu addımı atmaq da əlbəttə ki, məhz fenomenal şəxsiyyət Heydər Əliyevin fəaliyyəti ilə bağlı idi. Və bundan başqa 1978-ci ildən başlayaraq dərsliklərin pulsuz verilməsinə başlanıldı. Bu, həm təhsilin əlçatanlığına dəstək məqsədi daşıyırdı, həm də bir növ belə deyək ki, tam orta təhsilə keçid, həm də
belə deyək ki, zaman baxımından, vaxt baxımından şagirdlərin əlavə vaxt qazanmasına səbəb olurdu. Yəni buradan Rustov kəndinə tutaq ki, Püstəqasım kəndindən şagirdlər oxumağa gedirdilərsə, o dövrdə infrastrukturun zəif olmasını bu piyada gedib gəlirdilər. Və burada yerlərdə orta məktəb modelinə keçid bu vaxt zamanının qısalmasına səbəb oldu və nəticədə də bu da təhsilin keyfiyyətinə mühüm təsir göstərirdi. Çox sağ olun, Nail müəllim, ətraflı bilginiz üçün. Respublikanın çox ağır vəziyyətini kilsə və rəhbərliyə qayıdan dahi şəxsiyyət bir çox problemlərini həll etməklə yanaşı təhsil sahəsində zamanın tələblərinə uyğun islahatlar həyata keçirməyə başladı. 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirildi. Planlı islahatların əsası qoyuldu. Ümumi təhsil məktəblərinin sayı və şagird kontingenti əsaslı sürətdə artdı. Hüseyn Ağa müəllim, təhsil sahəsində aparılan bu islahatlar ölkənin gələcək inkişafı üçün nə dərəcədə əhəmiyyətli idi? Bir vaxt dediyim kimi, bir ölkəni məhv eləmək istərsə bir xalqı təhsilin əlindən alır. Və bütün gücün qoydu təhsilə. Elm adamlarına, elmi adların verilməsi, elm adamlarla görüşməsi, o ağır vəziyyətdə elm adamların yubileylərini keçirdirdi, onların görüşlərini keçirdirdi, şəxsiyyətdə Azərbaycan xatirə gecələrini keçirdirdi. Bu, Ulu Öndərin tapşırığı idi. Təhsil haqqında qanunu hazırlatdı. Təhsil haqqında qanun qəbul olunur. Orta məktəblər 5000-ə yaxın bir rəhməndir. 5000-dən yuxarı bizim orta məktəbimiz var. 3000-dən yuxarı məktəblərimizi təmir və yenidən tikilib. Düzdür, 2003-cü ildə sonra da olsa Ulu Öndərlə başlayıb. Ulu Öndərin də qoyduğu siyasəti cənab prezidentimiz həyata keçirir. Hər 5 ildən bir 2003-cü ildən sonra möhtərəm prezidentimiz dövlət proqramı, 5 illik proqram. Bütün 5 illik proqramlarında əsas müddəaları da tuturdu təhsilə inkişafı. Təhsilə xüsusi diqqət və qayğı. Onunla yanaşı sənət, peşə sənəti. Bütün o 5 illik proqramların hamısında peşə sənəti olan xüsusi diqqət qayğı. Mənə elə gəlir ki, bugün Azərbaycan o biri respublikalarla bağlı bütün sahələrdə, tək mən o təhsillə demirəm, Azərbaycan bütün sahələrdə, bir vaxt dediyim kimi 3000-ə yuxarı məktəb tikilib və nədir o, təmin olunub. Bu hansı respublikada belə bir şey var? Mən Sovet dönəmlərində və bizim cəmiyyətimizin, Azərbaycan insanlarının, Azərbaycan cəmiyyətinin həm də o maariflənməsi və düşüncə tərzi mən elə başa düşürəm ki, çox irəlidəyik. Biz hardasa qonşularımızı bir 5-10 il irəliləmişik. Çox sağ olun. Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram deyən ümummilli lider Heydər Əliyev Azərbaycanın rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalırdı. Nail müəllim, sizcə Ulu Öndər müəllim peşəsini niyə dünyanın ən şərəfli peşəsi hesab eləyirdi? Əlbəttə ki, Heydər Əliyevin Ulu Öndərin ümumiyyətlə həyat fəaliyyətinə baxdıqda, yəni təbii ki, onun təhsilə, müəllimə verdiyi dəyər göz önünə gəlir. Yəni bunu Ulu Öndər öz şəxsi nümunəsi ilə də etmişdi. 1996-cı ildə deməli Hüseyn Cavidin məqbərəsinin açılışı olur. Həmin açılışda Ulu Öndər çıxış eləyir və çıxış edərkən deməli proses canlı yayımlanır və bunu onun müəllimi evdə görür və dərhal belə deyək ki, geyinib həmin tədbirə gəlir. Və tədbir iştirakçıları arasında Ulu Öndər öz müəllimini tanıyır, Lətif Hüseynzadəni və orada da öz çıxışını deməli yarımçıq qoyaraq pilləkənlərdən, kürsüdən enərək müəlliminin görüşünə gedir. Bu şəxsi nümunə idi. Əlbəttə ki, Ulu Öndər özü qeyd edirdi ki, təhsil millətin gələcəyidir və bildirirdi ki, təbii sərvətlər nə vaxtsa tükənə bilər, amma elm, savad, təhsil, yəni bunlar daimidir və böyük gələcək üçün düşünülmüş bir strategiyadır. Ona görə də Ulu Öndər zaman-zaman müəllimə böyük dəyər vermişdir və bu dəyərin bilirsiniz, ümumiyyətlə bir müəllim üçün
fəxri ad almaq dövlət tərəfindən ümumiyyətlə qiymətləndirilməsi çox böyük bir mənəvi qidadır. 70-ci illərdə ümumiyyətlə Sovet dövründə də və sonradan da müəllimlərə fəxri ad verilməsi ilə bağlı müxtəlif qərarlar olub. O cümlədən məsələn Sovet dövründə qabaqcıl maarif xadimi, əməkdar müəllim, təkcə 70-ci ildə Ulu Öndərin birinci katibi olduğu dövrdə 5 nəfər müəllimə deməli əməkdar müəllim fəxri adı verilmişdi. Sonra onun fəaliyyətinin 1993-2003-cü illər dövründə 40-a qədər müəllim deməli əməkdar müəllim fəxri adını almışdı. Və bu tendensiya hal-hazırki dövrdə də davam eləyir. Və bizim hal-hazırki dövrdə Ulu Öndərin müəllifi olduğu, onun rəhbəri ilə həyata keçirilən qanunvericilik sistemimiz, o cümlədən də əmək məcəlləmizdə və Nazirlər Kabinetinin müvafiq qərarında müəllimlərin sertifikasiyası məsələləri qeyd olunur və bu sertifikasiya müəllimin belə deyək ki, fəaliyyətinin belə deyək qiymətləndirilməsidir və hər hansı bir müəllim öz üzərində daima çalışan, yəni öz peşə borcunu yerinə yetirən müəllim sertifikasiyada uğur qazanaraq özünün sosial rifah halını yaxşılaşdırılmasına təşəbbüs edir və bu da müəllimlərin sosial durumunun yaxşılaşmasına xidmət edir. Sosial müəllim. Heydər Əliyev Azərbaycanın rəhbərliyinin hər iki dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə tərtib edilməsinə dair bir çox sərəncamlar imzalayıb. Bütün bunlar Ulu Öndərin müəllim əməyinə verdiyi qiymətin əyani təzahürüdür. Hüseyn müəllim, Nail müəllim, bax bu söylədiklərimə sizin fikirlərinizi bilmək istəyirəm. Yəni sizdən başlayaq. Bir yaxşı bir sözdür ki, Ulu Öndərin bir yaxşı çıxışı var ki, müəllimlərlə bağlı. Mən dünyada müəllimdən şərəfli ad tanımıram. Bu onun tezisidir. Ulu Öndər ümumiyyətlə tək müəllim təhsil sahəsində yox. Ümumiyyətlə bizim mədəniyyətimizin əhatə edən bütün sahələrdə hər bir seçilən, innovativ hansısa bir iş görən, qabaqcıl olan insanları hamısını qiymətləndirmələr xüsusi qiymət verir. 91 yadınıza gəldi bu hadisələr olandan sonra o vaxt eseri verirdi. Bax birdən-bir o arada bir 7-8 il boşluq yarandı. O boşluq yarandı və bu elm adamları, xüsusi doğrudan da əməyi olan bu insanlar, bu forma, bax hələ müəllim deyək ki, Qubada məsələn, o qədər həyatın müəllimliyə bəxşi, əməkdar müəllimlərimiz var da, həkimlərimiz də var, müəllimlərimiz də var. Bu adlar veriləndə, bax burada oturan bu cəmiyyət hiss edir ki, bəli, dövlət mənə qiymət verir, müəlliminə qiymət verir. Ya deyək ki, mühəndisinə qiymət verir, kənd təsərrüfatına qiymət verir. Və bu, o cəmiyyətə, rəhbərin o cəmiyyətə göstərdiyi diqqətdir. Nail müəllim, bu sizin fikirlərinizdir. Əvvəlki fikirlərimə bir daha qayıdım ki, yəni Ulu Öndər milli kadrların hazırlanmasına çox böyük önəm verirdi. 70-80-ci illərdə Azərbaycan SSR-dən o vaxtki Sovet dövləti, Rusiyanın belə deyək, SSR-nin müxtəlif bölgələrinə 150-yədək belə deyək, fakültəyə 15 minə qədər Azərbaycan məzunu göndərilmişdi təhsil almaq üçün. Və təsadüfi deyil ki, Ulu Öndərin sonraki müstəqillik dövründə Azərbaycan Respublikasının siyasətinin istər daxili, istər xarici siyasətinin, ümumiyyətlə bütün sferaların formalaşdırılmasında həmin kadrlar Ulu Öndərin yaxın köməkçiləri idi. Bir sözlə ifadə eləyək, təhsil sahəsində Ulu Öndər Heydər Əliyevin gördüyü işlər danılmazdır və onun əvəzi yoxdur. Çox sağ olun müəllim. Verilişimizin sonuna yaxınlaşırıq. Ona görə də bu məqamda sözü Rustov Gənc İnzibati Ərazi Dairəsinin Bələdiyyəsinin sədri Beybud Rəhimova vermək istəyirəm. Buyurun Beybud müəllim. Mən də gələn qonaqların hamısına xoş gəldin deyirəm. Ulu Öndərin Azərbaycan tarixində gördüyü işləri danışsa, onun üçün saatlarla vaxt lazımdır. Burada əsasən söhbət müəllimlərdən gedir. Bayaq burada yoldaşlar da qeyd etdilər ki, həqiqətən Ulu Öndərin ən böyük tarixi sözlərindən biri də mən müəllim adından yüksək ad tanımıram deməkdir. Müəllimcə dərs deyən hesab olunmur. Elə insanlar var ki, hansı təhsil sahəsində işləmir, tamam başqa sahədə işləyir, ancaq müəllim kimi öz hörmətini də saxlayır və adını qazanır. Bir də qeyd etmək istəyirəm ki, məlumat üçün bildirim ki, burada iclasda iştirak edən bizim kəndin ağsaqqalı
Şahlar müəllim özü də əməkdar müəllimdir. Bu iclasda iştirak edir. Onu da qeyd edilmək yerinə düşərdən bunların arasında da əməkdar müəllim vardır. Evet, sağ olun. Çox sağ olun. Çox sağ olun. Hazırda müstəqil və müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasəti ilə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bugün əminliklə qeyd etmək olar ki, Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyev irsinin layiqli davamçısı kimi təhsilin inkişaf strategiyasının uğurla davam etdirilməsi sayəsində Azərbaycan təhsili sözünün əsl mənasında özünün yüksəliş dövrünü yaşayır. Belə, əziz izləyicilər, Ağsaqqal sözü verilişinin bir sayının da sonuna gəlib çatdıq. Ekran qarşısında əyləşən izləyicilərimiz üçün bir daha xatırladım ki, bugünkü verilişimizi Quba rayon Rustov kənd İnzibati ərazi dairəsinin Püstə Qasım kəndindən hazırlamışdıq. Belə auditoriyamızı da bu inzibati ərazi dairəsinə daxil olan kəndlərin sakinləri təşkil edirdi. Verilişimizin qonaqları Quba rayon Ağsaqqallar Şurasının üzvü, tərəqqi medallı müəllim Hüseyn Ağa Baxışov, Püstə Qasım kənd tam orta ümumi təhsil məktəbinin direktoru Nail Seyid Əhmədov və Rustov kənd İnzibati ərazi dairəsinin bələdiyyəsinin sədri Beybud Rəhimov idi. Bugünkü verilişimizdə Heydər Əliyev və təhsil siyasətindən danışdıq. Sağ olun, sağlıqla qalın. Növbəti verilişlərimizdə görüşmək ümidi ilə Tanrı sizi qorusun.